2024-cü ildə Tavuş rayonunun Kirans kəndində dövlətlərarası avtomobil yolunun bu hissəsi Azərbaycana təhvil verildi. Global.info.az məlumat verir ki, bunu Tavuşdan olan jurnalist Voskan Sərkisyan yazıb. O qeyd edib ki, həmçinin Kirans körpüsü bir tərəfli qaydada Azərbaycana verilib və kəndin ərazisindən yeni yol çəkilib. Baş nazir Nikol Paşinyan elan edib ki, Tavuşdan Azərbaycana 1 millimetrdə torpaq verilməyib. Əslində isə təxminən 15 hektar ərazi Azərbaycanın nəzarətinə keçib. Sərkisyan 10 il öncə həmin ərazidə çəkdiyi fotonu paylaşıb və bu yerlərin Azərbaycanın olduğunu bildirib. O, ərazidəki yeni reallığa Kirans sakinlərinin də qarşı çıxmadığını bildirib. Əlavə edək ki, qanuni delimitasiya çərçivəsində Kirans kəndində 2 ev, körpü, Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi və müəyyən qədər torpaq sahəsi Azərbaycanın nəzarətinə keçib. Voskan Sərkisyanın yaydığı fotoda Ermənistanın 2024-cü ilə qədər işğalda saxladığı, ancaq delimitasiya çərçivəsində nəzarətimizə keçən Kirans yolu əks edilib.